Respublika Diaqnostika Mərkəzi olaraq 1 oktyabr Ahıllar Günü münasibətilə Sosial Xidmətlər Agentliyinin tabeliyindəki ahıl şəxslər üçün reabilitasiya mərkəzində olduq və həkim kardioloqlarımız tərəfindən onların müəyyən bir səhhətində yaranmış problemlər və şikayətləri dinlənildi. Müvafiq olaraq göstərişlər verildi və onların sağlamlığında yaranmış çətinliklərlə bağlı gələcəkdə bu layihənin davam etdirilməsi planlaşdırılır. Bizim komanda və eyni zamanda Ahılların Reabilitasiya Mərkəzinin tibbi kollektivi ilə bərabər 50-yə yaxın xəstəyə müayinələr aparıldıq və bununla əlaqədar onlarla birlikdə müalicələrinin tənzim olunmasında, daha sonraki daha ixtisaslaşdırılmış, təkmilləşdirilmiş müayinələrin təşkil olunmağında yardımcı olmağa çalışdıq.